Dünyada belə bir təcrübə var. Peşəkar birliklər, yaradıcı ittifaqlar kino sənayesinin inkişafı üçün zəruri mühitin formalaşması, düzgün istiqamətləndirmə və strategiyanın formalaşmasını təmin edirlər. Yəni, daha dəqiq ifadə etsək, əsas strategiyanı və hədəfləri təyin edirlər. Azərbaycan Respublikasının kinematografiya haqqında qanununa əsasən, peşəkar yaradıcı işçilər öz təşəbbüsləri ilə kinematografiya müəssisələri, fond və yaradıcı ittifaqları, ictimai birlikləri təsis etmək, o cümlədən beynəlxalq miqyasda təsis etmək və həmin qurumlara sərbəst daxil olmaq hüququna malikdir. Azərbaycan Kinematografçılar İttifaqı 1963-cü ildə yaradılmış peşəkar kino təşkilatıdır. Və 2024-cü ildə iki ittifaqın birləşməsi nəticəsində əslində Azərbaycan kinosuna yeni bir nəfəs gəldi. Bu, həm də peşəkar yaradıcı xadimlərin yenidən doğuluşu deməkdir. Azərbaycan Kinematografçılar İttifaqının fəaliyyətini 5 istiqamət üzrə təftiş edəcəyik. İctimai rəy və ekosistemdəki rol, kino günləri və film nümayişləri, ssenari yaradıcılığı kursları və peşəkar təlimlər, xarici kino proqramlarının dəstəklənməsi, kinosəyyah və nəşrlər. Azərbaycan Kinematografçılar İttifaqı peşəkarlar, yaradıcı şəxslərlə inzibati qurumlar arasında dialoq platformasında həm də ittifaqın saytı və sosial şəbəkələrdə kinomuzun aktual problemlərinə göstərilən operativ reaksiyalarla münasibət bildirir və problemlər əksər hallarda öz həllini tapır. Məhz sadaladıqlarımız bu xüsusiyyətlər, eləcə də digər istiqamətlər üzrə fəaliyyət ittifaqın ekosistemdəki rolunu dəqiq şəkildə müəyyən etmiş olur. Nəzərə alsaq ki, Azərbaycan kinosu uzun müddət dövlət dotasiyasında olub, həm Sovet dövründə, həm müstəqillik dövründə kinematograflarda özünə məxsus bir ərkönlük əmələ gəlib. Onlar bazar iqtisadının tələblərinə bəzən cavab verə bilmirlər. Onlar təşkilatlanma işləri zəif olur, layihələrin prodüser ənənəsi zəif olmur. Amma indi bu istiqamətdə addımlar atılır və prodüser hərəkatı get-gedə güclənir. Bununla yanaşı, mütləq kinematografçıların ictimai qurumlarda təşkilatlanması mütləqdir. O, məhz özəl sektorla dövlət sektoru arasında kommunikasiyanın qorunmasına kömək edir, məmur aparatı ilə yaradıcı heyət arasında kommunikasiyanın qorunmasına kömək edir. Bu cəhətdən kinematografçı ittifaqı kimi kino təşkilatları əvəz edilməz bir platformadır. Xatırlayırsınızsa, 2024-cü ildə Kinematografçılar İttifaqı İdarə Heyətinin sədri Xalq Artisti Rasim Balayev kinematografiya haqqında qanunun qonorarlarla bağlı müddəalarını tənzimləyən 38-ci qərara dair Baş nazir Əli Əsədova məktub ünvanlanmışdı və qeyd olunmuşdu ki, məhz peşəkar yaradıcı şəxslərin qonorar imkanlarının məhdudlaşdırılması digər sahələrə də öz təsirini göstərir. Bu məsələ dəfələrlə Kinematografçılar İttifaqı İdarə Heyətində müxtəlif səviyyələrdə müzakirə olundu. Bu məsələ ilə bağlı Mədəniyyət Nazirliyində işçi qrupu yaradılır. Nəhayət 2025-ci ilin yanvarın 10-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 38 nömrəli qərarına 10 nömrəli əlavə, dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi qaydaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilir. Yeni redaksiyaya əsasən, kino istehsalı ilə bağlı müəlliflərə ödənilən qonorarın yüksək hədd məhdudiyyəti ləğv edilir. Ötən il Azərbaycan Kinematografçılar İttifaqı istər yerli, istərsə də dünya kinosunun nümunələrini çox maraqlı və məntiqli şəkildə seçilmiş proqram əsasında tamaşaçılara təqdim etdi. Baxa-baxa öyrənmək, bir-birindən öyrənmək, tamaşaçı ilə canlı ünsiyyət imkanı. Yeni nəsil kinematografçılar yeni üslub, yeni çəkiliş metodları ilə diqqəti cəlb edirlər. Bəs film nümayişlərində əsas prinsip nədir? Biz həm də o müəlliflərə öz filmlərini nümayiş etdirməyə imkanı olmayan, kinoteatrlarda nümayiş etdirməyən müəlliflərə bir şans veririk.
bir şans veririk ki, öz filmlərini göstərsinlər və tamaşaçı o filmlərlə tanış olsun. Xüsusən gənc müəlliflərin, yəni Azərbaycanda kino potensialı necədir, o potensialı belə deyək, göstərmək üçün, aşkara çıxartmaq üçün, eyni zamanda tamaşaçı ilə rejissor arasında, tamaşaçı ilə kino arasında olan ünsiyyəti formalaşdırmaq bizim üçün çox önəmlidir. Və biz bir də Azərbaycan kinosunda bizim kino adamlarımız, özəlliklə rejissorlar, ssenaristlər, operatorlar, onların özünü ifadə problemləri var və bu tədbirlər həm də ona görə vacibdir ki, sən həm tamaşaçı ilə üz-üzə gəlirsən, həm də özünü ifadə edirsən. Belə bir deyim var. Dünya böyük bir kənddir. Məncə bu fikir kino sahəsinə daha çox aiddir. Dünyada baş verən müasir prosesləri bilmək istənilən kreativ yanaşma üçün faydalıdır. Dünya kinosunun özünə məxsus çəkisi ilə seçilən orkestrin məşqi, Rasyomon, foto böyütmə, Urqas sevgi ərazisi, qısa görüşlər bədii filmlərinin nümayişi, Fransa və İsveç səfirlikləri ilə müştərək kino günlərinin keçirilməsi, beynəlxalq əməkdaşlığın genişlənməsi, qarşılıqlı fəaliyyətin təşviq edilməsinə yönəlib. Amma məsələnin daha başqa vacib bir istiqaməti də var. Bəzən bizə deyirlər ki, Azərbaycanda ciddi tamaşaçı yoxdur. Həm o ciddi tamaşaçını, auditoriyasını formalaşdırmaq, onları daha ciddi filmlərə alışdırmaq və biz bunun nəticəsini görürdük. Məsəl üçün, mən sizə bir şey deyim, biz deməli Bergman filmlərinin həftəsini keçirəndə biz heç gözləmədiyimiz halda demək olar ki, Bergmanın hər filmində anşlaq oldu. Bura Bakıdır, yəni paytaxt və kino mühiti burada çox qaynardı. Amma nəzərə alaq ki, Azərbaycanın bölgələri də var. Bəs bölgələrdə kinonun vəziyyəti necədir? Söhbət film nümayişləri üçün məkanlardan gedir, maariflənmədən gedir. Cavab hər kəsə bəllidir, həm də mürəkkəbdir. Amma Azərbaycan Kinematografçılar İttifaqı Azərbaycan kinosunun ən son nümunələrini buradan, paytaxtdan götürərək düz, ucqar kəndlərə belə aparır. Mingəçevir, Samux, Aran, Bilasuvar, Lənkəran siyahı kifayət qədər uzundur. Çünki bölgələrdə yaşayan vətəndaşlar kinomuzun yeni nümunələri ilə tanış olmalı, milli ekran nümunələrini tanımalıdırlar. Bəlkə elə bu nümayişlərdən biri orada yaşayan bir və ya bir neçə yeniyetmənin kino sahəsinə gəlişinə stimul verəcək. Bölgələrdə insanların öz xahişi ilə bir yerdə 3 gün, 4 gün, məsələn, axırıncı Lənkəran nümayişlərimizdə biz Lənkəranda 4 gün qaldıq və orada 4 gün ərzində hardasa bir 7-8-ə yaxın film göstərdik. 2 seans, bir səhər seansı olurdu tam metrajlı film. Günortadan sonraki ikinci seansımızda qısa filmlər, tam metrajlı filmlər belə qarışıq. Kino axı spesifikdir, nə bilim, proyektor olmalıdır, qaranlıq zal olmalıdır. Mənim yadımdadır ki, biz Mingəçevirin yaxınlığında kənddə pəncərələri ədyalla tutmuşduq ki, zala işıq düşməsin. Böyük pəncərələr vardı və kənd klubunda göstərirdik. Nəhayət, yaradıcılıq gecələri. Əslində, film nümayişləri ilə eyniləşdirmək də olar. Əgər film nümayişlərində müxtəlif rejissorların ekran işlərinə eyni vaxtda baxmaq imkanımız, hətta nümayişdən sonra təhlil üçün zəmin varsa, yaradıcılıq gecələri konkret rejissorun fərqli üslubu üzərində qurulur. Yəni, rejissor öz məhsullarını sadəcə təqdim edir. Deməli, təhlilsiz də keçilmək olar. Kinodramaturq Maqsud İbrahimbəyovun və kinorejissor Şamil Əliyevin yaradıcılıq gecələri tamaşaçılar tərəfindən son dərəcə maraqla qarşılanıb. Ora gələnlər arasında təbii ki, kino adamları vardı, kinomanlar vardı. Eyni zamanda kinoya aidiyyəti olmayan, tamamilə başqa bir sahədə çalışan insanlar da gəlirdi və onlardan o qədər gözlənilməz, yaxşı mənada maraqlı fikirlər eşidirdi ki, yəni bu nəyi göstərir? Göstərir ki, yəni o mif, bu əslində mifdir ki, Azərbaycan tamaşaçısı ancaq yüngül filmlər istəyir. Hesab edirəm ki, ən vacib istiqamət gənclərin təlimidir. Çünki mənim 6 illik praktikam göstərir ki, bizim gənc kino işçiləri, kinoda öz sözünü demək istəyən gənclər hazır deyil.
Bildiyimiz və dəyişilməz bir yanaşma var. Təhsil kino sənayesinin özəyidir. Azərbaycan Kinematografçılar İttifaqı üçün təlimlər müntəzəm və çevik qrafiklə tənzimlənir. Rejissorluğun dramaturgiyası və George Poltinin məşhur 36 vəziyyət nəzəriyyəsi əsasında qurulan 36 dramatik vəziyyət təlimi üzərində xüsusi dayanırıq. Həftədə bir dəfə olmaqla 12 dərsi əhatə edən təlim sinopsislərin inkişafı və digər vacib prosesləri özündə birləşdirib. Nə 17 var, nə 38 var. Sırf 36 dramatik vəziyyət var. Bunları öyrənmək lazımdır. Bir il buna həsr olunub və 2-3 ssenari seçilib, yaxşı səviyyədə yazılmış ssenarilərdir və ittifaq çalışacaq ki, bu ssenarilər həm tam metraj var, həm qısa metraj var və bizim ittifaqın idarə heyəti, katibliyi çalışacaq ki, onlara bir yaşıl işıq yansın və onlar istehsalata buraxılsın. Maraqlıdır. Meydan ssenaristlərə verilsə nə baş verər? Nə dəyişər? Azərbaycan Kinematografçılar İttifaqının Ssenaristlər Meydanı layihəsi mən deyərdim ki, unikal və fərqli yanaşmadır. Burada hər bir ssenarist öz təcrübəsini bölüşür. Amma şərtlər var. Təcrübə mütləq şəkildə yarı akademik, yarı publisistik şəkildə təqdim olunmalıdır. Bu həm də Azərbaycanda kinodramaturgiyanın inkişafında zəruri prosesdir. İsmail İman, Nicat Dadaşov və Nurlan Həsənli ayrı-ayrılıqda ssenari mətbəxini ictimaiyyətə təqdim edirlər. Layihənin effektivliyi isə onun davamlı və ardıcıl olmasını zəruri edir. Yəqin bilirsiniz də, deyirlər, gəzən ayağa daş dəyər. Kinematografçılar İttifaqının kino səyyahı var. Özü də son dərəcə ağıllı və məntiqli düşünür. Azərbaycan Kinematografçılar İttifaqı kinematografçılarımızın beynəlxalq əlaqələrinin inkişafı məqsədi ilə kino səyyah proqramı çərçivəsində mütəmadi olaraq onların işgüzar səfərlərini dəstəkləyir. Bugünə qədər bu proqram çərçivəsində bir sıra istedadlı kinematografçıların festivallarda iştirakı yaxud müsiflər heyətlərində təmsil olunması təmin olunub. Kinosəyyah proqramı ilə yanaşı Azərbaycan Kinematografçılar İttifaqı istər beynəlxalq, istərsə də yerli müsabiqələrə öz dəstəyini xüsusi şəkildə ifadə edir. Biz təkcə Kinematografçılar İttifaqı olaraq yox, həm də gildiyalaşma hərəkatının dəstəkləyirik və ona görə biz həm kino tənqidçilərinin gildiyasının yaranması işində, həm ssenaristlərin gildiyasının yaranması işində aktiv iştirak eləmişik. İndi ssenaristlər də öz gildiyasını təsis edib qeydiyyatdan keçmə mərhələsindədir. Kino şəxsləri və kino tənqidçilərinin gildiyası artıq öz ilk mükafatını təqdim edib və bundan sonra da bu hərəkatın daha da güclənməsində maraqlıyıq. Azərbaycan Kinematografçılar İttifaqı 2025-ci ildə daha bir əhəmiyyətli layihəyə imza atdı. Avropa sənədli kinosunun ulduz mentoru Toestin Müller'in iştirakı ilə Akidoks sənədli filmin inkişafı və pitching beynəlxalq layihəsinə aprelin 22-sində start verdi. 4 müşahidəçi olmaqla ümumilikdə 15 nəfər iştirakçının sənədli film layihəsi peşəkar inkişaf məqsədi ilə seçildi. Layihə boyu mentor və layihə iştirakçıları ilə fərqli qaydada görüşlər təşkil olunurdu. Uzun müddət şikayətlənirdik ki, Azərbaycanda kino ədəbiyyatı yoxdur. Əlbəttə ki, bu həm də gənc mütəxəssislərin hazırlanması baxımından vacibdir. Amma Azərbaycan Kinematografçılar İttifaqının xüsusilə 2025-ci ildəki fəaliyyətində kitab nəşrinin əsas istiqamətlərdən biri olması bu problemin artıq tədricən aradan qalxmasından xəbər verir. Peşəkar ədəbiyyatın olması mütləqdir. Bu təkcə tələbələrə yox, həm də artıq formalaşmış peşəkarlara yeni informasiyanı əldə eləməsi, səriştələrinin daha da artması üçün çox vacibdir. Ona görə
kino ədəbiyyatının, kino peşəkar ədəbiyyatının nəşri bizim ən vacib, ən mühüm istiqamətlərimizdən biri olacaq və kinematograf sahəsində xüsusilə tələbələr arasında bizim nəşrlər çox populyardır. Ötən il Azərbaycan Kinematografçılar İttifaqı tərəfindən nəşr edilmiş ədəbiyyata qısa nəzər salaq. Azərbaycanda keçdiyi tarixi inkişaf yolundan bəhs edən, eyni zamanda kino sənəti, operator sənəti, rəssamlıq, digər əlaqəli mövzular barədə geniş məlumatla zəngin olan fotokompozisiya, əməkdar incəsənət xadimi Rafael Qəmbərovun, Əlisəttar Atakişiyev, Teyyub Axundov, Xan Babayev və digər kinooperatorların dərs xəttindən bəhs edən Azərbaycan kino operatorları, xalq artisti, Azərbaycan Kinematografçılar İttifaqı İdarə Heyətinin katibi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, eləcə də Kinoaktyorlar Gildiyasının sədri aktrisa Həmidə Ömərovanın Amerika Birləşmiş Ştatları kino tarixi 2 cildliyi və Alman kino tarixi adlı kitabları ötən il kitab rəfimizə daxil olub. Bundan başqa Kinematografçılar İttifaqının rüblük bülleteni olan Rakurs da var. əsrin 3-cü 10 illiyində Azərbaycan kinematograf istifadə öz layihələri ilə, öz hədəfləri ilə çox gündəmdədir, çox aktualdır və bundan sonra da mən tendensiya analiz edib görürəm ki, kinematograf istifadının Azərbaycan kinosunda vacib aktorlardan biri kimi qalacaq.